Gözlədiyiniz o videomu paylaşıram. İnşallah ki, siz də qiymət verərsiniz. İlk öncə onu deyim ki, indiyə qədər bişirdiyim həmin bu dietik yeməklərin, şirniyyatların, nə bilim, bütün dadımlıqlar, nə görmüsünüzsə burada, onların ən yaxşısıdır. 10 üzərindən puan versəydim əgər buna, bu 8 olardı. Doğrudan, çox dadlı olur. Təsəvvür edin, tamamında 2 dənə olacaq. İkisində birlikdə, birində 30, birində 30 qram protein var. Bir dənəsində 30, ikisində birlikdə 60 qram protein var və ikisi birlikdə cəmi 600 kaloridir. Bir dənəsini yesəz 300 kaloridir və tərkibində 30 qram protein var. Çox dadlıdır. Həm aşağı kalorilidir, həm yumurta yemiş olursunuz, kəsmik yemiş olursunuz, yulaf yemiş olursunuz. Çox dadlıdır. Həqiqətən məsləhət görürəm və hazırlanma videosu da görürsünüz. Mütləq hazırlayın, dadına baxın. Mənə təşəkkür edəcəksiniz. Kiçicik bir xatırlatma da eləyin ki, direktdə yazılan mesajlara cavab olaraq deyirəm bunu. Bizdə qrup yoxdur. Biz qrupla qətiyyən işləmirik. Ancaq tək-tək fərdi ciddi nəzarətdir. Qrupla işləməyə də heç yaxşı baxmıram. Bunun yetərincə səbəbləri var. Səbəblərindən ən kiçiyi, ən belə heç nəsini mən sizə belə loru dildə başa sala bilərəm ki, məsələn, bir qrupda minimum 5 nəfər olsun. O 5 nəfərin 5-nin də yaşı, boyu, bazal metabolizması, bədən kütlə indeksi, makro dəyərləri fərqli olur. Bunların hamısının birlikdə çəki atmağı gülünc bir vəziyyətdir. Əgər bunların hamısı birlikdə çəki atırsa, burada normal getməyən nəsə var. Çünki hər kəsin bədəni, xroniki narahatçılığı, həyat tərzi, sağlamlığı həqiqətən fərqlidir. Bunlar əgər 5-i də minimum götürsək ki, 5 olmur, siz özünüz də bilirsiniz ki, bir qrupda 800 nəfər olanı görmüşəm mən. Yəni bunun məndə əlimdə sübutlar da var ki, bir qrupda 800 nəfərlə necə işləmək olar, mən anlaya bilmirəm. Bir sinifdə müəllimə 20 nəfər şagirdə dərs keçə bilmir. 800 nəfərlə necə bir qrupda işləmək olar, hələ mən anlamış deyiləm. Siz əgər 5 nəfər minimum götürürəm, bir qrupda çəki atırsınızsa, siz çox aşağı kalori ilə sizə o menyunu verən, ChatGPT-dən yazdıran, hər yerdən belə menyu oğurlayıb satanlar, yadınızda saxlayın ki, yüksək kalori defisiti verir. Yüksək kalori defisiti isə sizin verdiyiniz çəkinin bir aydan sonra 2 qat geri qayıtmasıdır. Yüksək kalori defisiti enerjinin azalmasıdır. Bədəndə bütün o vitaminlərin geri qayıtması, çəkilməsi, məhv olması, saçların tökülməsi, yüksək kalori defisiti yuxusuzluqdur, halsızlıqdır, enerjisizlikdir. Yüksək kalori defisiti bədəndən əzələ atmaqdır. Təsəvvür edin, biz 2 cür arıqlaya bilərik. Bir aya o deyirlər, bir həftəyə mən 5 kiloqram arıqladım. Baxın, o 5 kiloqram piydən getməyə mümkün deyil. Çünki Dünya Səhiyyə Təşkilatı bunu sübut edib ki, bir həftə ərzində insan bədəni ancaq 1 kiloqrama yaxın piy ata bilər. O da ki, 1 kiloqramın hamısı piy deyil. Hardasa onun 70 və yaxud da 60% piydir. Qalanı isə ödənilən sudan ibarətdir. Belə qruplarda işləyib, çəkini verib alıb metabolizmamızı pozmaqdır. Çünki bizim sağlamlığımız metabolizmadan keçir gəlir. Biz zaten müəyyən yaşdan sonra metabolizma özü yavaşlaya gedir. Biz müəyyən yaşdan sonra bədənimiz hər 10 ildə 3%-ə qədər əzələ itkisi verir. Biz yaş aldıqca, necə ki bədəndən kollajen ehtiyatı gedirsə, bədəndən o hormonlar da gedir ki, hansı ki o hormonlar bizim metabolizmamızı güclü çalışdırır. Siz 20'li yaşlarda, 30'lu yaşlarda niyə bunu edirsiniz? Niyə öz əlinizlə yüksək kalori defisiti ilə özünüzü bugünə qoyursunuz? İndi biri çıxıb deyəcək ki, hə, mən arıqladım, çəki almadım. Bu mümkün deyil. Sən 100% ac gəzirsən və 50 dənə xəstəliyin var, sən bunu normal hesab eləyirsən və yaxud da hesab eləyirsən ki, bu xəstəliklər səndə olmalıdır və ya deyirsən ki, bu xəstəliklər mən yaş alıram deyə məndə var. Əslində belə deyil. Əgər sən sağlam qidalanırsansa, düzgün bəslənirsənsə, sən 50 yaşında belə olsan özünü gümrah hiss eləyəcəksən. Deməli, burada düzgün getməyən, yolunda getməyən nələrsə var. Buna görə çox xahiş edirəm. Zaten ac qalsanız arıqlayacaqsınız. Sizin nə diyetoloqa, nə nutrisoloqa, nə o gic-gic qruplara, nə bilim, nə o kürlərə ehtiyacınız yoxdur. Elə ac saxlayırsa sizi, elə özünüz ac qalın, arıqlayın. Yəni sizin bu zaman pulunuzu xərcləməyinizə belə ehtiyac yoxdur. Nəinki belə gedib ekstra bazarlıq eləyib, dietik bazarlıqlar, marketi və tökməyinizə ehtiyac yoxdur. Belə. İnşallah dadını siz də bəyənərsiniz. Mən çox bəyəndim. Biri yumurtası dağıldı, düzdür. Amma həqiqətən çox dadlıdır. Çox dadlıdır. Mütləq hazırlayın. Mənə çox sağ ol deyəcəm.